Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, mən Vüsal Kəlbəcəri bugün Azərbaycanımızın çox gözəl rayonlarından biri olan Salyan rayonunda. Salyan rayonu Azərbaycanın hər zaman həm ziyalılarla, elm xadimlərlə, tanınmış simalarla ölkədə sevilir və seçilibdir. Bugünkü gündə sizə təqdim edəcəm müəllim həyatının 40 ildən çoxunu təhsilə fəda vermiş müəllimdir. Müəllim, adınız, soyadınız? Əliyarova Xatirə. Neçə ildir təhsil sahəsində çalışır və hansı fən tədris edirsiniz? 79-cu ildən bu Marışlı məktəbində işləyirəm. Ali məktəbi qurtarıb gəlmişəm. Özüm biologiya ixtisasını qurtarmışam. Biologiya müəllimi olmuşam. Çox gözəl. Biz sizin kimi müəllimlərlə fəxr edirik, qürur duyuruq. O gün olsun ki, sizin nəvələriniz də, nəticələriniz də, övladlarınız da sizin kimi vətənimizin dəyərli vətəndaşı olsun. İndi hal-hazırda neçə yaşınız var müəllimə? Hal-hazırda 70 yaşım tez olub. Onda yubiləyə gəlmişik. Tamam da Allah sizə ömür versin. O gün olsun ki, sizin 75, 80, 90 yaşınız olsun. Hörmətli izləyicilərimiz, bu günlərim 2026-cı il 28 yanvar tarixidir. Bax, bu kadrlara 10 il, 20 il sonra baxacaqlar. Nəvə nəticələrinizə, övladlarınıza öz ürək sözü nə deyə bilərsiniz? Öz ürək sözüm odur ki, sağlam canla 100 yaşasınlar. Həyatımıza xeyirli, sevimli, istəkli bir şəxsiyyət kimi yetişsinlər. Çox gözəl. Biz sizin kimi müəllimlərlə fəxr edirik, qürur duyuruq. Bəli, hörmətli izləyicilərimiz, sizə təqdim eləyəcəyim müəllim gözəl müəllimədir. Şagirdlərdən, tələbələrdən çoxlu sayda müsabiqələr götürdüm. Çoxlu sayda həkimlər, çoxlu sayda müəllimlər çiyin-çiyinə işləyən müəllimlər yetişdiribdir. Amma müəllim həm də bundan əlavə gözəl anadır, gözəl nənədir. Neçə övladınız var müəllimə? 4 evladım var, 8 nəvəm var. Allah sağ olsun. Adlar nədir övladlarınızın? Elmir, Günay, Sona, Ceyhun. Çox gözəl. Onlara da öz adımızdan dərin təşəkkür bildiririk və nəvələrinizə də sağ ol deyirik. Nəticə var mı ona? Xeyr, hələ ilk nəvəm bu il Allah qoysa, İnşallah. ali məktəbə gedəcək. İnşallah. Allah sizə ömür versin. Bəli, hörmətli izləyicilər, biz də öz növbəmizdə müəllimə uzun ömür, can sağlığı arzu edirik. Arzu edirik ki, canı sağlam olsun. İnşallah 75-80 yaşına gələk gözəl çəkiş edək. Təşəkkürlər, minnətdarım. Sağ olun.